Xuda xəlq eyləmiş aləmləri, qanun, nizam vermiş. Nə halda neyləmək lazım, nizam-u intizam vermiş. Nədir məkruh, nədir sünnət, mübahat hansı işlərdir? Elə iş var ki, vacibdir və ya hökmü haram vermiş. Təxəllidən təameycan, durandan ta yataneycan, oturmaq, durmaq, alver, hər nə ki var xas-ı am vermiş. Bu əhkam 124.000 kişi ilə nazil olmuşdur. Muhammed Mustafa ilə o dinə son məqam vermiş. Sən indi əhli tevhidsən, bir insaf et, müvəhhidsən. Xuda hansı yol ilə dini İslamət davam vermiş? Hər işdə Tanrının əmri var isə, bəs vilayətdə buraxmış bizlərə o ixtiyarı, yəni tam vermiş. Bu hardan tevhid oldu, gər vəlini biz seçirdiksə? Xuda çəkmiş bəşərdən rəhmətin, yəni xitam vermiş. Sənə nazil olanı ümmətə çatdır dedi, yoxsa tamam olmaz risalət. Dini Allah natamam vermiş. Kəmalə din o gün çatdı, vilayət əhdi bağlandı. O kəs kimdir, ona Allah mələklərdə salam vermiş. Əli zikri ibadətdir. Əli kani fəzilətdir. Əlini görməyən kördür. Əli eyni ibadətdir. Kimin olsa Əli İbni Əbi Talib kimi şahı, ona gəl deyər bağı behişt Allah dərgahı. Odur əqli zəkası ilə olan Cəbrailə ustad. O sirri mübhəmin yalnız Əlidən gəlmiş izahı. Odur bais qəbulə yetdi ta ki tövbə-i Adəm. Əliyə and verən bir kimsəni rədd etməz Allahı. Əlidir nura döndərmiş Xəlilə nar-ı Nəmrudi. Odur çün kuni bərdən və səlamən əmrin agahı. Əliyə and verib azadlıq əldə eylədi Yunis. Bu yolla Misrə sultan oldu Yusif, tərk edib çahı. Buyurmuşdur özü Musa ilə kəlmə kəsən məndim. Əli nuri hidayətdir, işıqlandırmış hər rahı. Əlini Həzrəti Məryəm görüb izah edə bilmir. Nə dillə eyləsin hali bu qədri qövm-i gümrahı. Əli bir rah-ı rəhmətdir. Əli bab-i hidayətdir. Əlini bilməyən qafil, Əli üçün nur tələtdir. Əli bir gün misali çıxdı dünyaya ziya gəldi. Quraqlıq yerlərə sanki yağış yağdı, qida gəldi. Açıb ağuşunu Beytülhəram pişvazına çıxdı. Elə bil ki, dil açdı Kəbə, xoş gəldi, səfa gəldi. Əli tək yox igid, yox zülfüqar tək bir qılınc əsla. Əlidən başqa kimdir ki, onun üçün lafəta gəldi? Əli bir müşküdür ki, müşkü gizlətdikcə iyi artar. Əli bir dürrüdür ki, dəhrə dürri türbəha gəldi. Əli təqdim olundu, ta risalət yetdi itmamə. Əli ilə kamil oldu dil, rizaət üçün nida gəldi. Nə vaxt məyus olar kafərlər İslamdan? Əli gəlsə, onun şəni ucaldıqca münafiq üçün bəla gəldi. Fəqət İslamı gördü səltənət tək tülki xislətlər. Bu dini haqq üçün yalnız Əli şiiri uda gəldi. Əli nuri həqiqətdir.
Əli rukni imamətdir. Əlini kim danar kafər? Əli şahi vilayətdir. O aşiq üçün Əlidir eşq camın nuş qılmışdır. Ki heyrətdən bütün eşq əhlini xamuş qılmışdır. Kəlam-i lafəta illa sədası gəldiyi anda susub cümlə cahan birdəm o sovtə ruş qılmışdır. O şəxsi xaliqi yekta behiştə sağı seçməklə əzəldən ab-ı kəvsərlə onu bihuş qılmışdır. Budur rəsm əl-bəlau lil-vila, qanun dəyişməzdir. Səbəbdir ki, onu min bir bəlaya tuş qılmışdır. Əliyə Qasımın nar və cənnət söyləmişlərdir. Kimin məmnun qılmışdı, kimin məxşuş qılmışdı. Əli büt sındırandır Kəbədə, yalnız o kəsdir ki, başı üstə xuda amma məqamın duş qılmışdır. Məhəbbət ilə zülfişan sənin zikrin qılır Azər, sənin eşqində ya Heydər, bu təbdim cuş qılmışdır. Əli üçün bab hacətdir, Əli dəryayı hikmətdir. Əlini sevməyən ölsün, Əli rahi səadətdir.